Adətən əldə böyük miqdarda data olduğunda bu dataların bəlirli alt kümələri üzərində toplama statistikaları hesablamaq istəyirik. Bu cümləni nə cür aça bilərik? Belə bir data seti olduğunu düşünsək və hər bir şagirdin ümumi 2 imtahanda topladıqları balları qeyd etdiyimizi düşünsək, lazımdır ki, biz hər bir şagirdin hər 2 imtahanda topladığı balların ortalamasını görək. Yəni, Eminin ümumi nəticəsinin ortalamasını görmək istəyirik, Bobun ümumi nəticəsinin ortalamasını görmək istəyirik və Alexin. Burada biz Pandas kitabxanasının qrup pay funksiyasını istifadə edəcəyik. Qrup pay funksiyasının skeleti bu cürdür. İlk öncə biz üzərində əməliyyat aparacağımız datasetin adını qeyd eləməliyik. Bizim datasetimizin adı df2-dir. Daha sonra biz qruplaşdıracağımız sütunu qrup pay funksiyasının daxilində qeyd etməliyik. Burada qruplaşdıracağımız sütun şagird sütunudur. Çünki hər bir şagirdin ümumi balının ortalamasını görəcəyik. Hər bir şagirdin ümumi balının ortalamasını görəcəyimiz zaman üzərində əməliyyat aparacağımız sütun bal sütunu olur. Çünki balın ortalamasını görəcəyik və ortalamasını görmək üçün 1000 qeyd edirik. Alacağımız nəticə bu cür olacaq ki, hər bir şagirdin ortalama balını görəcəyik. Burada biz hər qrupda istifadə etdikdən sonra bir təmizləmə aparmalıyıq ki, burada bizdə belə bir çıxdı olacaq. Şagird əslində sütun olmayacaq. Qrup pay funksiyasından sonra qruplaşdıracağımız sütun əslində bir indeks olacaq. Və biz bunun üzərində daha sonra əməliyyat apara bilməyəcəyik. Tutaq ki, printdə də istifadə edə bilməyəcəyik. Şagird sütununu görməyə çalışırıq. Tutaq ki. Yəni, print dediyimizdə error alacaq. Və biz burada etməliyik nə? Həmişə görəcəyik ki, qrup paydan sonra reset index deyə bir funksiya istifadə olunur. Reset index dediyimiz zaman bu çıxdıda əslində bir indeks yaradır. İndekslər olan bir sütun yaradır və şagird sütunu əslində burada real bir sütun olmuş olur. Yəni indeksləri göstərmir. Bu zaman ballar və şagird dedikdə normal bir çıxdı alırıq və ballar datasetindəki şagird sütununun tərkibini görə bilirik. Qrup pay istifadə etdikdən sonra biz belə bir şey də yadda saxlamalıyıq ki, üzərində əməliyyat etdiyimiz sütunun da adını adətən dəyişməli olur. Yəni, bu qaçınılmaz olur çox vaxt. Tutaq ki, belə bir datasetimizin də olduğunu düşünsək, burada biz çay satışlar etmişik və hər bir satılan çayın hansı kateqoriyada və hansı kafein tərkibli olduğunu qeyd etmişik. Görmək istədiyimiz şey kateqoriyalar üzrə satış sayı olsun. Kateqoriyalar üzrə satış sayına baxmaq istəyərkən də biz qrup pay istifadə edəcəyik və artıq qrup payın skeletini bildiyimiz üçün rahat yaza bilərik. Çay satışı. Datasetimizin adı sadəcə df-dir. Qruplaşdırmaq istəyəcəyimiz sütun hansı olacaq? Fikirləşmək lazımdır. Bayaq kimi burada biz görmək istəyirik hər bir kateqoriya üzrə. Yəni kateqoriya sütununu qruplaşdıracağıq. Bunu qeyd edirik. Üzərində əməliyyat aparacağımız sütun isə hansı olacaq? Bunda fikirləşmək lazımdır. Biz satış sayını görmək istəyiriksə, təbii ki, satışları biz burada ayda olaraq qeyd edirik və ayda sütunun üzərində əməliyyat aparacağıq.
ID sütunu üzərində isə say əməliyyatı, count əməliyyatı aparacağıq. Təbii ki, qrup by'dan sonra reset index istifadə edilir. Çıxdıya baxsaq biz görürük ki, qara çay 8 ədəd satılıb, yaşıl çay 4 ədəd satışımız olub. Ad olaraq bizdə üzərində əməliyyat etdiyimiz sütunun adı qeyd olunub və bu nəticəni heç də yaxşı ifadə edə bilmir. Biz burada toplam satışı görmüşük və sütunun adı isə ID olaraq qalıb. Bunu dəyişmək lazımdır və dəyişmək üçün də təbii ki, replace funksiyasından istifadə edəcəyik. Datasetini yeniləyirik. Çay satışı dataseti üzərində biz rename funksiyasından istifadə edirik. Və columns, yəni biz dəyişəcəyik sütun adını. Daha sonra hansı sütunun adını dəyişəcəksə onu qeyd edirik. Biz ID sütunun adını dəyişəcəyik. Nəyə dəyişəcəyimizi qeyd edirik. Məncə counts olaraq yazsaq. Və sütunumuzun adı dəyişdi. Yəni, bunu da beyində kodlamaq lazımdır ki, qrupba istifadə etdikdən sonra indeksləri düzəltmək, reset index funksiyası ilə və qrupba istifadə etdikdən sonra üzərində əməliyyat apardığımız sütunun adını dəyişmək. Əksər vaxtlarda biz bunu dəyişmək məcburiyyətində qalırıq.